Bərdə və Ağcabədi rayonlarında müəllimlərin sertifikasiya imtahanı baş tutub. İmtahana Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin pedaqoji heyəti qatılıb. Sertifikasiya imtahanlarında Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb, Şuşa şəhər 1 nömrəli tam orta məktəb, Ağdərə rayon Talış kənd tam orta məktəb, Füzuli şəhər Mirzə Uluqbey adına 1 nömrəli tam orta məktəb, Xocalı rayon 1 nömrəli tam orta məktəb, həmçinin Xocalı rayon Ballıca kənd tam orta məktəbində fəaliyyət göstərən təhsil verənlər iştirak ediblər. Bərdə şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəb və Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin inzibati binasında baş tutan imtahan prosesi tam şəffaf şəkildə və elektron qaydada təşkil edilib. Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli imtahanın keçirildiyi Bərdə şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbə gələrək proseslə tanış olub və müəllimlərə uğur arzulayıblar. Hər iki rayonda təşkil edilən imtahanda 1894 müəllim iştirakı üçün şərait yaradılıb. Qeyd edək ki, imtahanda 60 sualı təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. İmtahan prosesi 120 dəqiqə çəkir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan sonra namizədə elan olunur. İmtahana ümumiyyətlə Qarabağ Regional Təhsil İdarəsi üzrə 1894 təhsil verənin iştirakı nəzərdə tutulmuşdur və eyni ilə onu da demək istəyirəm ki, bu illəri işğaldan azad olunmuş ərazilərdə çalışan təhsil verənlərimiz də 11 nəfər müəllimimiz də proses cəlb olunmuşdur. Bu müəllimlər Füzulidən, Şuşadan, Xocalıdan, Ballıcadan, Xankəndidən və Talışdan olan müəllimlərimizdir. 56 bal topladım. İmtahan çox yaxşı idi. Otağım hər cür bizi təmin etdilər. Çox sağ olsunlar. Suallar necə idi xanım? Suallarımız da orta məktəbdə keçdiyimiz proqram əsasında, kurikulumda yaxşı idi. Yəni imtahan yaxşı idi məncə. Suallar çətin değildi ki? Yox, çətin deyildi. Ağdam rayonu 94 saylı məktəbində işləyirəm və 4 ildir ki, İngilis dili üzrə fəaliyyət göstərirəm. İmtahan normal suallar idi, yəni sırf məktəb proqramı əsasında hazırlanmışdı. Yəni öz üzərində işləyən müəllim və gündəlik olaraq dərslərini keçən müəllim, tələb edən müəllimin yaza biləcəyi bir suallar idi. Yəni ekstra çətin bir suallar yox idi. Mən Bakı şəhər 133 nömrəli tam orta məktəbin İngilis dili müəllimiyəm. 56 bal topladım imtahandan. Sualları demək olar hər səviyyədə suala rast gəlmək mümkün idi. Yəni yazmaq olurdu amma çətin deyildi. Biraz düşündürücü suallar var idi amma çətin deyildi. Yaxşı keçdi. Maraqlı suallar var idi. Çətin də var idi amma yaxşı keçdi. Siz könüllü olaraq müraciət Bəli, mən 60 pluslardanam. Özüm müraciət edərək sadəcə olaraq özümü sınamaq üçün gəlmişdim. Şamxal Adgözəlov bugün informasiya proqramı üçün.